Zəfəranı dəmləmək üçün ilk öncə suyu 70 dərəcədə qaynadırıq. Qaynadılmış suyu stəkana süzüb, stəkandan da dəmləmək üçün dəm çaniyinə əlavə edirik. Sonra pinsetin vasitəsilə 4 dənə zəfəranın telini dəm çaniyinə əlavə edirik. Bu etdiklərimiz bir nəfər üçün nəzərdə tutulur. Ondan sonra qapağını örtüb, adyala büküb sabaha qədər dəm almağını gözləyirik. Sabah açıldı. Biz dəm almış zəfəranımızı götürüb, rənginə baxın, görün nə gözəldir. Stəkana süzürük. Ondan sonra nuş edirik. Onu da nəzərinizə çatdırım ki, hamilə qadınlar üçün izin yoxdur.